عن أنس بن مالك رضي الله تعالى عنه قال قال رسول الله صلى الله تعالى عليه وسلم. Enes İbni Malik, Allah ondan razı olsun, Peygamber sallallahu aleyhi ve sellemin belə buyurduğunu nəql edir. Fəmən səllə fi yevmin fihi 50 sələten. Kim ki Rəcəb ayında 50 rükət namaz qılsa, 50 rükət namazdan məqsəd nafilə namaz. Çünki vacib olan namazlar 17 rükət onsuz da qılınmalıdır. Amma nafilə olan, sünnət olan namazlardan 50 rükət qılarsa, yəqra'u fi kulli rək'atin ma təyəssərə minəl Qur'an. Qur'andan ona qolay gələn, Qur'anın hansı surəsini daha rahat oxuyursa, məsəl üçün İxlas surəsi, Qul Huvallah surəsi kimi oxuyarsa, atahullahu minəl həsənati, Allah-u Teala ona həsənat, savab əta eləyər, savab verər. Nə qədər? Bu qədər. Bi'ədədi şəf'i vəl-vətri, cütlərin və təklərin sayı qədər. Və bi'ədəd şə'ri vəl-vəbəri, insanların və heyvanların tüklərinin sayı qədər.